Salamlayıram sizləri, dəyərli izləyicilər. Masazır qəsəbəsində düz prospekt yolunun üzərində əsas yolla arası 10 metr, 5 metr. Belə bir gözəl kupçalı, 6 otaq həyət evi. Ya üçün nəzərdə tutulmuş belə bir bisetkası var. Ev gülçiçəkdir. Yerləşməsi söz necə olması da mükəmməlidir. Super bir yerdə yerləşir. Şəhərdən gəldi, sağ istiqamətdədir. Qoşa daşla tikilib, mərtəbə arası manat betondur. Qiyməti ilə bağlı, evin içində olan təmirlə bağlı videonun irəliləyən dəqiqələrində olacaq. Pult qapısı, əl qapısı ayrıdır. Bütün kommunalları var. Mərkəzi kanalizasiyası var. Masazada ümumiyyətlə kanalizasiyada problem yoxdur. Hamısının kanalizasiyasına təşkil təmin olunub. Demək, ərazi mükəmməldir. Yoldan 10 metr, prospekt yoldan. Ümumi 2 sota yaxın torpağın üzərindədir. Pilləkən də mərmərdir. Evin üz daşları da dekorativ bahalı daşlardır. Evin yanına keçmək olur. Gördüyünüz kimi kondisionerlər kimi var. Yuxarıda eyvanlar kimi var. Gözəl evdir və keçə evin içində olan şəraiti göstərim. Orada yay üçün nəzərdə tutulmuş qaz peçi də qoyulub. Hətta samavarına kimi var. Belə bir ev. Qiymət deyiləcək, nağd satılacaq və keçə evin içində olan şərait hissləri tam şəkildə deyil. Daxil olmuşuq. Sağda bizdə pilləkənin üstü qara mərmərdir. Yəni keyfiyyətli mərmərdən istifadə olunub. Burada güzgüsüdür, 32-lik kombisi buradadır. Dəhlizin özünün pəncərəsi var. Bu evdə əşyaların demək olar hamısı qalacaq. Evin içinin hündürlüyü 3 metr 30 santıdır. Çox hündür evdir, yəni işıqlı evdir. Kondisionerlər qalacaq. Evdə gördüyünüz əşyaların demək olar ki, əksəriyyəti qalacaq. Qoşa qapının arxasında bizdə qonaq otağıdır. Qonaq otağı bütün tam şəkildə qalacaq. Tam şəkildə böyük pəncərə ilə. Bir dənə tək çıxacaq, o televizor gördüyünüz çıxacaq. Qiyməti 227 min manatdır. Masazırda prospekt yolun üzərində, yoldan 10 metr məsafədə, prospekt yoldan danışıram. Yəni burada hərəkəti bilənlər bilir ki, çox hərəkətli bir yerdir. Demək, evdə qalacaq əşyalar dedim, televizor çıxacaq, kondisionerlər qalacaq, kombi qalacaq. Burada bizdə belə bir yüngül bir hamam otağıdır. Daha doğrusu belə gördüyünüz kimi sanitar qovşağıdır və burada paltaryan da qoyulub. Bizim burada ev sahibinə aid iş otağıdır. İş otağı. Lazım olsa buranı yataq otağı da eləmək olar. Yəni bu otağın olması əlverişlidir, özünün pəncərəsi var. Evin içi çox gözəl hündürdür və burada da mətbəxi var. Mətbəxi də göstərib. Mətbəxi də bu qaydada tam təmir, mebel var. Qab yan götürüləcək, o soba götürüləcək. Amma bu böyük soyuducu qalacaq. Televizor qalacaq. Çox şey qalır evdə. Demək olar 95% əşyalar qalır. Tək çıxacaq evdən televizor, soba və orada olan qabyan və qalxaq yuxarıda olan şərait isə tam şəkildə göstərim. İkinci mərtəbəyə qalxmışıq. Kondisioneri görürsünüz, pilləkənin ümumi görünüşü. Demək, burada bizdə otaqlar dəhliz vasitəsilə bölünür. 6 otaqda 5 ədəd yataq otağımız var. Burada tam olaraq hamısı qalır. Mebelə aid nə varsa hamısı qalır. Qiymət 227 min manat. 227 min manata deyilir. Endirim olunacaq. Yeri mükəmməldir. Bugünkü gün bu hissədə 2 sota yaxın torpaq alıb belə bir ev tikmək. Yəni burada torpaqlar çox bahadır, bilənlər bilir. Masazır qəsəbəsində və açıq da eyvanı var. Yəni balkona çıxışı buradadır. Buranın hamam otağı. Kanalımıza abunə olun. Sizin də Masazırda gözəl həyət eviniz, mənziliniz varsa, ən əsas odur, kupçası varsa bizə müraciət edin, satışına yardımcı olaq. Sonra qədər izləyənə təşəkkür edirəm.